Dəyərli izləyicilərimiz, bugün sizə Xırdalan şəhərinin mərkəzində, Texnikoma yaxın, Köhnə bazara, Təzə bazara yaxın qanuni 3 otaq, super əşyalı bir dənə ev tapmışam. Qiyməti bazar dəyərindən qat-qat aşağı. Belə həyətlə bina evləri bugünkü Xırdalan şəhərində tapa bilmirsən. Görürsən, şlaqbaunla kimi hər bir şəraiti var. Yəni ancaq məhəllə sakinləri keçib içəridə maşınları rahatçılıqla saxlaya bilirlər. Sənədi kupça, qanuni 3 otaq, evə baxaq və evlə də tanış olaq. Qardaşın gəldi, bir dənə mənzil tapdım sizlərə. Bax, həyətin göstərdim, əşyasını sənə pay, sənə sürpriz mənzil tapmışam, sürpriz. Xırdalanda belə qiymətə, belə mənzil yoxdur. Qanuni 3 otaq, kupça bütün əşyalarla bir yerdə. Qiymət neçədir? Neçədir bunun qiyməti? 122 min manata. 122 min manata sənə bir ev tapdım ki, vallah billah yoxdur. Qanuni 3 otaq, yeni Novostroyka təmirinə sənə Leningradda qanuni 3 otaq verirəm. 122 min manata. Gəl. Evin əsas girişsiz buradan başlayır. Nə var, nə yox, hamısını verəcəm sənə. Nə var, nə yox. Bax, burada yerləşir evin yataq otağı. Skvazno, yəni yer çəkən bir mənzildir. Nə var, nə yox, hər şey qalır. Sənədi kupçadır. Balkonuna bax bunun. Binanın önünə və arxa hissəsinə baxışı var. Gəl bura qardaş. Bax, birinci mərtəbədir. Keç-keç deyəcəm. Amma, yəni ay yerdən olsun, ay belə olsun, elə olsun, nəmiş ki olsun, o şey mümkündür. O şey mümkün deyil. Yerdən yetərincə hündürlüyü var. Gələn adama da bunu sözümüzlə əməlimizin bir olduğun sübut eləyəcəyik. Burada da yerləşir evin, deməli, hamam sanzörlər ayrı-ayrı. Bir dənə mətbəxə bax. Bax. Mətbəxin gözəlliyinə bax. Mətbəxə girirsən, adamın ürəyi atılır ki, yəni gedib bu qiymətə 60 kvadrat alınca sənə Xırdalanda qanuni 3 otaq verirəm 122 min manata. 122 min manata mətbəxin qapısına bax, iki tərəfli yekə. Belə bir şey Xırdalan tarixində görünməmişdi. Yataq otağının genişliyinə bax, qardaş. Sənədi kupça 122 min manat endirim olacaq, bütün əşyalarda hədiyyə. Bu da ikinci balkonu. Binanın önünə, arxasından hər iki tərəfə baxışı var. Özümü belə öldürməkdə səbəb odur ki, bu ev bu qiymətə çox gözəldir. Yəni çox gözəlin gözəlidir. Başqa söz sualı olan hər zaman sizin xidmətinizdəyik, qulluğunuzdayıq, zəng eləyin, gələk evinizi çəkək, sataq. Ev almaq istəyən şəxslərə Allahın köməyinə, Allah alana da, satana da xeyir versin, xidmət eləyək. Sağ olun.